Sankt-Peterburqun Nevsk rayonunda yeniyetmələr arasında virtual müstəvidə başlayan mübahisə ağır nəticələrə səbəb olub. Azərbaycanlı 13 yaşlı yeniyetmə və onun ailəsi Rusiyadan deportasiya edilib. Bu barədə Sankt-Peterburq və Leningrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsi mətbuat xidməti məlumat yayıb. Deməli, hadisə sosial şəbəkələrdə baş verən sözlü mübahisədən sonra yaranıb. Yaralanan yeniyetmə haqqında polisə 30 iyun tarixində onu xəsarətlərlə xəstəxanaya çatdıran tibb müəssisəsinin əməkdaşları məlumat veriblər. İstintaq zamanı məlum olub ki, yeniyetmə virtual mübahisə etdiyi şəxslə real görüş təyin edib, lakin həmin görüşə 13 yaşlı Azərbaycanlı tək yox, 2 dostu ilə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar. Hadisə ərazisindəki müşahidə kameralarının görüntüləri və şahidlərin ifadələri sayəsində hüquq mühafizə orqanları insidentin əsas iştirakçısının şəxsiyyətini müəyyənləşdiriblər. O, atası ilə birlikdə polis bölməsinə gətirilib. Yeniyetmə miqrantın özünün, valideynlərinin, bacı və qardaşının Rusiya ərazisindən çıxarılması barədə miqrasiya tədbirləri görülüb. Onlar Azərbaycana deportasiya olunublar deyə hüquq mühafizə orqanlarından bildirilib. Onu da qeyd eləyək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri Azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində 2 nəfər döyülərək öldürülüb, bir neçə nəfər isə saxlanılıb.